evdə özümüz dişlərimizin məhz bəmbəyaz olması üçün hansı addımları izləyə bilərik? Pasientlər elə fikirləşir ki, sərt fırçalamaqla onlar daha yaxşı nəticə əldə edəcəklər, amma bu çox yanlış bir fikirdir. Bir də məsələn evdə bu köhnə nənələrimizdən, babalarımızdan gələn bir adət var ki, dişləri məhz soda və duzlu su kimi evdə hazırlanan bu məhlullarla ağzı ümumiyyətlə qarqara etmək. Bu nə dərəcədə dişlərin bəyazlığı və sağlamlığı üçün önəmlidir, yoxsa bir mifdir? Məsələn, stomatoloqlar var ki, gedirsən yanına, sadəcə o diş üçün bəlkə də plomb qoyulması daha məqsədə uyğundursa, adam deyir ki, yox, sənin dişin artıq tamamilə dağılıb. Biz çəkilməli olan dişə qapaq etdiyimiz zaman nə əldə edirik? Sadəcə olaraq dişin ömrünü bəlkə 1-2 il uzada bilərik. Qapağın altında diş ağrıyırsa, bu artıq həyəcan təbilidir. Normalda ağrı olmamalıdır. Hər qapaq qoyulan diş ölü diş sayılmır. Burada dişin ölü və ya sağlam olmağı dişin siniri ilə əlaqədardır. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı estetik stomatoloq Qiymət Ramazanlıdır. Salam Qiymət doktor, necəsiz? Salam, çox sağ olun, necəsiz? Çox sağ olun. Dəvətimi qəbul edərək gəldiyiniz üçün sizə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirəm ki, bugünkü haqqında söhbətimiz izləyicilər üçün həqiqətən də çox maraqlı olacaq. Çünki bugünkü mövzumuz diş sağlamlığı və dişlər üçün uyğun olan qapaq, implant, ümumiyyətlə plomb haqqında ümumi bir danışıq mövzusudur. Qiymət xanım, ümumiyyətlə yaş artdıqca normal olaraq artıq dişlərin də rəngi get-gedə saralmağa başlayır və bu bir çox insanı yorur. Sizdən soruşmaq istərdim ki, ümumiyyətlə dişlər vaxt keçdikcə niyə saralır? Hansı sırf qidalar və yaxud da hansı yanlış vərdişlər dişlərin saralmağına səbəb olur və ümumiyyətlə evdə özümüz dişlərimizin məhz bəmbəyaz olması üçün hansı addımları izləyə bilərik? Çox gözəl sualdır. Bir neçə faktorlar vardır burada dişlərin rənglənməsində. Hansı ki, qida vərdişlərimiz, həyat tərzimiz, dişlərə qulluq tərzimiz çox önəmlidir. Burada nəzərə almalıyıq ki, biz gündə dişlərimizi 2 dəfə ən az fırçalamalıyıq. Hansı ki, biz səhər qidalanmadan sonra və axşam yatmazdan öncə dişlərimizi fırçalamalıyıq. Və paralelində diş sapından istifadə də dişlərimizin rənginin saralmasının qarşısını alır. Bu gündəlik olaraq, yəni rutin olaraq eləməli olduqlarımızdır. Bəs məsələn, sualın bir hissəsi kimi bayaq soruşdum ki, hansı qidalar və hansı yanlış vərdişlər, indiyə kimi məsələn bilinən, xalq tərəfindən bilinən miflər dişlərin saralmasına səbəb olur? Hansı qidalara gəldikdə rəngli içkilər ən əsası çay, qəhvə, kola və digər rəngli sərinləşdirici içkilər, şərab, bu kimi qidalar, rəngli qidalar, bunlar hamısı dişlərin saralmasına gətirib çıxardır. Paralelində daha çox tütün və tütün məhsullarından istifadə dişlərin saralmasına gətirib çıxara bilər. Daha çox rast gəldiyimiz hallardan biri də antibiotiklərin istifadəsidir. Məsələn, tetraskilin qrupundan istifadə olunan antibiotiklər dişlərdə ləkələnmələr səbəb ola bilər. Və ya az yaşlı uşaqlarda uşaq vaxtından başlayır. Dişlərin tərkibində fluoridin miqdarı daha artıq olduğu hallarda bunlar dişlərin rənglənməsinə səbəb ola bilər. Burada bir haşiyəyə çıxmaq istərdim ki, bu fluorid dediniz də. Fluorid bildiyim qədərilə bir çox diş pastasının əsas tərkib hissəsidir. Məsələn, hal-hazırda bu Azərbaycan bazarında satılan diş pastalarının bir çoxunun tərkibində həqiqətən fluorid varmı və bu bildiyim qədərilə diş minasını zədələyir? Belə deyək, fluorid doğru miqdarda xeyirli bir şeydir, dişin minasını qoruyur. Amma bizim bəzi bölgələrimizdə yaşam tərzinə əlaqədar suyun tərkibində fluoridin miqdarı normadan artıq olur. Və bu uşaqlardan, yəni biz normalda, yəni uşaq vaxtından, daimi diş çıxan vaxtından 6 yaşından etibarən bu artıq dişin minasını zədələyir və ağ ləkə formasında üzə çıxır, göstərir belə özünü deyək. Bir də məncə bu mövzuda insanların bir çoxunun atdığı yanlış addım və ya yanlış vərdişdir deyim. Məncə bu həqiqətən vərdişdir. Bir çox insan elə bilir ki, sürətli formada fırçalayanda rəngi daha ağ olacaq və bütün o diş aralarına dolmuş bütün qidalar falan artıq dişdən çıxacaq. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə dişlər necə fırçalanmalıdır? İndiyə kimi insanlar səhvmi bilirlər? Çox təəssüf, siz dediyiniz formada yayılmışdır. Normalda pasientlərə düzgün fırçalamağı məsləhət görürük, öyrədirik. Mən ümumiyyətlə qəbul zamanı da pasientlərə bunu tövsiyə edirəm və göstərirəm. Profilaktik olaraq belə deyim ki, sərt fırçalama qətiyyən tövsiyə olunmur. Bu dişin minasını ən çox da boyun nahiyəsində qalıcı defektlər yaradır. Biz buna paza bənzər qüsur deyirik və həmin nahiyədə başlayır həssaslıq artmağa, defekt böyüməyə və kariesin yaranmasına gətirib çıxardır.
Pasientlər elə fikirləşir ki, sərt fırçalamaqla onlar daha yaxşı nəticə əldə edəcəklər, amma bu çox yanlış bir fikirdir. Normalda dişləri dairəvi saat istiqamətində fırçalamaq lazımdır və pastanın belə burada önəmi yoxdur. Düzgün şəkildə fırçalasanız kifayət eləyir. Bir də məsələn evdə bu köhnə nənələrimizdən, babalarımızdan gələn bir adət var ki, dişləri məhz soda və duzlu su kimi evdə hazırlanan bu məhlullarla ağzı ümumiyyətlə qarqara etmək. Bu nə dərəcədə dişlərin bəyazlığı və sağlamlığı üçün önəmlidir, yoxsa bir mifdir? Bu çox yayılmış, yanlış bir mifdir. Çünki bu istifadə olunan üsullar minanı daha çox zədələnməsinə gətirib çıxardır. Ola bilər ki, həmin an effekt təsir göstərmiş görsənə bilər, amma bu qalıcı defektin yaranmağına, uzun müddətli defektin yaranmağına səbəb ola bilər. Ümumiyyətlə biz yəni insanlar biraz belə tənbəl varlıqlarıq. Evdə öz dişimizin qeydinə qalmırıq. Bəzən gündəlik fırçalama belə yaddan çıxa bilir və yaxud da bayaq dediyim elə səhv, yanlış üsullara əl atırıq və buna görə də dişlər zədələnir. Və artıq müasir tibbin bir çox şeyə çarə tapdığı kimi, həmçinin stomatologiyada da yeniliklə artıq bir çox insanın üz tutduğu bəzi prosedurlar var ki, bunlardan biri haqqında istərdim danışaq. Bu Airflow prosedurudur, hansı ki dişlərin ağardılması proseduru. Airflow proseduru ümumiyyətlə hansı müsbət və mənfi tərəfləri vardır? Yəni düşünürəm ki, hansısa bir məsələn dişi sərti ağartsa belə, hansısa bir mənfi təsirləri də mütləqdir ki, məncə var. Fəsadı ən azından indiki müddətdə olmasa da uzun müddətli bir fəsadları vardır. Sualı belə qoymaq istərdim ki, ümumiyyətlə Airflow proseduru fəsadları və müsbət tərəfləri nədir? Həmçinin insanlar il ərzində mütəmadi olaraq vaxtaşırı il ərzində neçə dəfə bu prosedura üz tutmağını məsləhət görürsünüz? Airflow proseduru dişlərin rənginin öz tonuna qayıtmağıdır, loru dildə desək. Hansı ki biz normalda istifadə etdiyimiz qidalardan dolayı, çay, qəhvədən dolayı dişlərimizdə ləkələnmələr baş verir və bu prosedur vasitəsilə biz dişlərimizin rəngini öz rənginə qaytarırıq. Və bu prosedur ildə 2 dəfə minimum olmaqla həyata keçirilməlidir. Yəni bu profilaktik tədbirdir, belə deyək. Hansısa bir müalicə metodu deyil. Və yaxud da ki, dişlərin ağardılması proseduru da deyil. Bu sadəcə profilaktik istifadə etdiyimiz prosedurdur ki, burada diş ərkləri təmizlənir və dişlərin rəngi öz rənginə qayıdır. Heç bir zərəri yoxdur. Bu da çox gələn suallardan biridir. Fikirləşirlər ki, minanı zədələyir. Airflow proseduru xüsusi toz vasitəsilə hava və suyun qarışığı ilə birlikdə minanı təmizləyən bir prosedurdur. Burada hansı bir zərərdən söhbət gedə bilməz. Zərər o halda ola bilər ki, bu həkimin qeyri-professional yanaşmasından, həmin tozdan düzgün istifadə edə bilməməsindən və yaxud da düzgün bucaq altında istifadə edə bilməməsindən ola bilər. Pasientlər bizə gəlir ki, Airflow prosedurundan sonra həssaslıq yaranır. Bunu bir mənfi proses kimi qiymətləndirirlər. Əslində bu normal bir prosedurdur. Dişlərin dibində boşalma kimi hiss edə bilirlər. Sızıldayır sanki. Mən Bəli. məsələn o vaxt gedəndə mən də ildə artısa bir 2 dəfə profilaktik tədbir kimi bu prosedura üz tuturam və həmin o bir qarşıdakı məsələn həmin prosedurdan sonrakı 1-2 gün dişlərdə müəyyən bir sızıldama baş verir, müəyyən diş ətlərinin qanaması baş verir və bildiyim qədərilə məsələn çox isti və çox soyuq içkilərdən kənar durmaq və həmin müddət ərzində ümumiyyətlə siqaret istifadəsini, yəni istifadə ediriksə minimuma endirmək, bu prosedurun olacağı o sızıldamanı falan aradan qaldırır nisbətən. Bəli, bəli. İlk 48 saat prosedurdan sonra önəmlidir. Biz pasientlərə də məsləhət veririk ki, bu dövrdə rəngli içkilərdən, ən əsası rəngli içkilərdən və tütün məmulatlarından uzaq dursunlar. Biz ağ pəhriz dediyimiz pəhrizi məsləhət görürük. Burada daha çox sudan istifadə, ağ qidalardan, süddən, pendirdən, yaşıl çaydan, bəli, bunlardan daha çox istifadə etsinlər. Çünki Airflow prosedurundan sonra dişin saralmağı daha sürətli ola bilər, yəni qorunmasa daha sürətli ola bilər. Bu arada elə belə bir sual yazmışdım. Ümumiyyətlə bəzi insanlar şikayət edirlər ki, bəs mən Airflow proseduruna getməmişdən əvvəl dişlərim daha belə deyək, bəyaz idi, amma getdim daha da saraldı. Bu hansı təqdirdə mümkündür? Məsələn, həkimin yanlış prosedur tətbiq etməsi, yoxsa ümumiyyətlə bu mifdirmi? Yəni heç kimdə belə bir şey mümkün deyilmi? Bu nə ilə bağlı ola bilər? Belə deyim, prosedurdan dərhal sonra ağ görüntü yaranır. Bu dişin minasının dehidratasiyası, yəni minanın suyunun azalması deməkdir. Proses normaldır, həmin an ağ görsənir. Bu 24 saatdan sonra artıq mina öz nəm vəziyyətinə geri qayıdır və dişlərdə sanki saralmış effekti yaradır. Yəni bu reallıq deyil ki, prosedurundan sonra saraldı. Belə bir şey mümkün deyil. Yox, xeyr, deyil.
İndiyə qədər həm evdə, həm də həkim nəzarəti altında dişlərin məhz bəyazlığının qorunması haqqında danışdıq. İstərdim sualı bir ümumi olaraq toplayaq ki, mən də bunu onsuz məsələn çəkilişə qədər də bilirdim ki, çaydır, qəhvə istifadəsidir, siqaret istifadəsi və yaxud da rəngli içkilər, şərabı da məsələn duymuşdum ki, dişlərin rəngini yəni saraltmaqda müəyyən qədər rol oynayır. İnsanıq, yəni normal olaraq bəzən nəfsimiz çəkir, çaydır, qəhvədir, bizim coğrafiyaya uyğun içkilərdir. Demək olar ki, hər gün çay içirik, hər gün qəhvə içməsək belə həftədə 1-2-3 dəfə də qəhvə istifadə edirik. Siqaretə gəlsək, yenə də əhalinin bir çox hissəsi siqaret çəkir. Gəlin sualı belə qoyaq ki, ümumiyyətlə bu vərdişlər daxil olaraqdan biz ümumi olaraq diş bəyazlığımızı necə qoruya bilərik və dişlərimiz daha gec müddətə sağalsın? İlk öncə düzgün gigiyena, gündə 2 dəfə fırçalama rutinimizdə olsa, diş sapından istifadə, paralelində ağız yaxalayıcılardan, xüsusi ağız yaxalayıcılardan da istifadə etmək olar. Bəzən olur restorandadır və yaxud da qəhvə içib, kofe shopdadır, fərqi yoxdur da. Kofe istifadəsindən sonra heç olmasa su ilə sadəcə ağız yaxalamaq belə dişlərin saralmasının qarşısını alır. Çaydan, kofedən sonra, qəhvədən sonra adi bir su ilə yaxalama belə dişlərin saralmasının qarşısını alır. Və bütün bunlardan əlavə də 6 aydan bir professional gigiyena müraciət etmək lazımdır. Həkim qəbuluna getmək lazımdır. Qiymət doktor, ilk hissədə daha çox danışdıqsa biz ağız sağlamlığı və dişlərin bəyaz olub-olmamasından. İkinci hissədə istərdim danışaq sırf dişlərə tətbiq edilən bu qapaq, sirkon, plomb, implant məsələsindən ki, ümumiyyətlə daha çox istərdim daha məşhur olan sırf qapaqlardan danışaq ki, hər dişə qapaq qoymaq olarmı və hansı təqdirdə məhz qapağın qoyulması daha məqsədə uyğundur, nəinki plomb və ya implant. Çünki bir çox indi məsələn də biz tibb bitirməmişik, biz bir stomatoloq deyilik və ağız da belə deyim önəmli yerdir, gülüşümüz önəmlidir. İnsanlarla ünsiyyətdə olanda daim belə deyim də üzdə olan yerlərimizdən biri də məhz dişlərimiz olduğu üçün istəyirik ki, ən yaxşısı olsun. Amma müayinəni özümüz eləyə bilmirik ki, görəsən qapaq daha yaxşıdır, plomb daha yaxşıdır, implant daha yaxşıdır. Məsələn, stomatoloqlar var ki, gedirsən yanına, sadəcə o diş üçün bəlkə də plomb qoyulması daha məqsədə uyğundursa, adam deyir ki, yox, sənin dişin artıq tamamilə dağılıb, zaten o mən bilə bilmərəm. Sadəcə məsələn bilirəm ki, bir dənə ağrıyır. Bundan başqa heç nə bilmirəm. Bəs full dağılıb sənin dişin, ora mütləqdir ki, biz o dişi tamamilə çıxarıb ora implant qoyaq deyərək məhz pasientləri aldadırlar. Bu mövzuya istərdim ki, biraz işıq tutaq ki, ümumiyyətlə hər dişə qapaq qoymaq olarmı və hansı təqdirdə qapaq, hansı təqdirdə plomb, hansı təqdirdə isə implant qoyulması daha məqsədə uyğundur? Sual maraqlıdır və aktual sualdır. Hər dişə texniki baxımdan qapaq qoymaq olar, amma bu məsləhətdirmi, tövsiyə olunurmu, xəstənin xeyrinədirmi? Bu sualdır. Dişə qapağın, implantın və ya plombun göstəriş olub-olmaması biz protokola uyğun təyin edə bilərik. Burada müayinənin, rentgen müayinə üsullarının baxış çox önəmlidir. Əgər dişdə ağrı varsa, ilk öncə rentgen olunmalıdır, müayinə edilməlidir. Belə olan halda defekt kiçikdirsə, biz burada plombla kifayətlənə bilərik. Əgər defekt böyükdürsə, diş tacı dam dağılıbdırsa, kanal müalicəsinə ehtiyac vardırsa və ya dişdə tacda çatlamalar, qırılmalar vardırsa, burada artıq baxmaq lazımdır. Diş qapağa göstərişdir, yoxsa implanta göstərişdir. Biz çəkilməli olan dişə qapaq etdiyimiz zaman nə əldə edirik? Sadəcə olaraq dişin ömrünü bəlkə 1-2 il uzada bilərik. Bu həm pasiyentin loru dildə desək həm cibinə, həm sağlamlığına ziyandır, həm də vaxt itkisi yaranır burada. Yəni çəkilməli diş qapaq olunmamalıdır, birbaşa implanta göstərişdir. Və bildiyim qədərilə qapağın bir çox növü var və onların da hamısının da qiymətləri də başqadır və hər halda hər birinin müəyyən bir göstəriş və ya təyinatı da başqadır. Həm pasiyentin istəyi, həm də sizin məsləhəti bizdən olur. İstərdim bu qapaqların növlərindən biraz danışaq. Ən çox bilinən qapaq növlərindən metal keramika, zirkon, IMAX, vinilləri deyə bilərik, danışa bilərik bu mövzularda. Bunların hansı nə zaman təyinat olunur? Metal keramika estetik, funksionallıq cəhətdən pasiyenti qane eləyir. Ən çox çeynəmə nahiyəsində istifadə olunur. Ön dişlərdə məsləhət görmürük. Bunun da bir neçə səbəbləri vardır. Metal keramikanın içərisi metaldır və zaman keçdikcə dişlərin boynunda qaralmalar, göyərmələr verə bilir və estetik cəhətdən biz istədiyimiz nəticəni ala bilmirik. Qiymət cəhətdən düzdür, daha ucuz başa gəlir, amma estetik cəhətdən, yəni tövsiyə eləmədiyimiz bir prosedurdur. İndiki dövrdə pasiyentlər daha çox estetikaya yönəlir. Belə olan halda vinir, zirkon, IMAX məsləhət görə bilirik. Ancaq məsələn xəstə gəlir deyir ki, məsələn mən vinir eləmək istəyirəm, amma onun dişləri vinirə əl vermir. Yəni vinir üçün də bir neçə protokol vardır, bir neçə sağlamlıq göstəricisi vardır ki, biz o pasiyentə vinir eləyə bilirik.
Və bəzən də olur ki, gəlir zirkon elətdirmək istəyir. Pasiyentə deyirik ki, vinirlə situasiyada daha gözəl nəticə əldə edə bilərik, belə deyim. Qiymət cəhətdən zirkon metal keramikadan daha bahadır, amma daha estetikdir. Ön dişlər nahiyəsində ən çox istifadə etdiyimiz konstruksiyadır, belə deyim. Daha estetikdir, daha gözəl rəng çaları almaq olur. Dişlərin öz təbii quruluşuna oxşar nəticə ala bilirik. Bəs məsələn belə bir şey bilirəm ki, məsələn bir dişə qapaq qoyulursa, deyək ki, məsələn 1, 2, 3 olaraq dişləri sıralasaq, ikinci dişə əgər qapaq qoyulmalıdırsa, birinci və üçüncü dişdən də müəyyən qədər yonulur. Və bu dişin artıq öz təbii halından çıxması və hardasa artıq öz təbii görünüşünü itirməsi deməkdir. Ümumiyyətlə bir çox insanın qapaqdan əslində çəkilmə biraz səbəbi budur ki, bir dişə görə digər iki diş də özü ilə yanında alıb aparır. Tam aparmasa da müəyyən qədər artıq ona bir qıraqdan müdaxilə olur deyə artıq ona bir sağlamlığına mənfi təsir göstərir. İstədim biraz da buna aydınlıq gətirək. Belə deyim, normalda belə bir qayda yoxdur ki, bir dişə qapaq qoyuruq, yandakı dişlə qapaq olunmalıdır. Bu elə bir situasiyada baş verir ki, əgər diş sırası düzgün deyilsə, burada boşluqlar varsa, diş çəkilməsi varsa və belə olan halda estetikanı, funksionallığı bərpa etmək üçün bəzən qapaqlardan istifadə edə bilirik. Bu boşluğu bərpa üçün istifadə olunur. Yandakı iki dişin siniri çıxardılır və qapaq konstruksiya qoyulur, çıxmayan konstruksiya qoyulur. Bizim alternativ bir yolumuz da var. Bayaqlar danışdıq. İmplantdan istifadə edə bilərik. İmplant daha bahadır, ancaq daha uzun ömürlü, daha sağlam nəticə üçün yaxşı seçimdir. Bir dişə qapaq qoymaq, yandakı dişə də qapaq qoymaq mütləq deyil. Əgər bizim bir diş nahiyəsində bir defektimiz varsa, biz əlimizdə olan imkanlarla, zirkonla, imaksla və ya metal keramika ilə biz istədiyimiz diş formasını və rəngini əldə edə bilirik pasiyentdə. Bildiyim qədərilə diş sağlamlığı üçün, yəni dişin belə deyim, güclülüyü üçün ən önəmli olan şeylərdən biri də həmin o dişin siniridir. Sual vermək istərdim ki, ümumiyyətlə hər qapaq qoyulan dişin siniri çıxarılmalıdırmı və hər qapaq qoyulan diş ölü diş hesab olunurmu? Hər qapaq qoyulan diş ölü diş sayılmır. Burada dişin ölü və ya sağlam olmağı dişin siniri ilə əlaqədardır. Hansı ki, dişi qidalandıran sinir sistemi vardır ki, bu da pulpa biz deyirik. Əgər göstərişdirsə, sinir çıxarılmalıdırsa, qapağın altında dişin siniri çıxardılır və bu ölü diş sayıla bilər. Bunu da həkim rentgenoloji müayinələrlə özünün yanaşma tərzi ilə əlaqədardır, professionallığı ilə əlaqədardır. Bəzən olur ki, qərar verir sinir çıxarılmasın və belə olan halda diş sağlam diş kimi qalır və qapaq istifadə oluna bilər. Bəs siniri çıxarılmış dişə tətbiq olunan qapaq, həmçinin siniri çıxarılmadan tam elə dişə, sağlam dişə tətbiq edilən qapaq. Bu ikisi arasında sırf uzun müddətlilik baxımından, sağlamlıq baxımından hansı, yəni belə bir fərq varmı arada? Belə deyim, bizim insanlar həkimə çox gec müraciət edirlər. Çox az nadir insan olur ki, dişi biraz ağrısın və o zaman həkimə müraciət eləsin. Çox hallarda dişi çox dağılmış, artıq siniri çıxarılmağa ehtiyac olan halda gəlirlər. Belə olan halda çox təəssüf ki, artıq dişin siniri çıxarılır, müalicə olunur, qapaq olunur. Amma bəzən də vaxtında yaxınlaşanda həkimə, həkim dişin sinirini saxlamaqla qapaq eləyə bilir. Və bu da dişin uzun ömürlüyünə gətirib çıxardır, qapağın uzun ömürlüyünə gətirib çıxardır və diş sağlam qalır. Bəzən isə belə hallarla da qarşılaşırıq ki, dişə qapaq qoyulur, bir müddətdən sonra həmin nahiyədə ağrılar baş qaldırır. Bu ağrıların səbəbi nə ola bilər? Qapaq yanlışmı qoyulub, yoxsa öncədən kanalmı doğru müalicə olunmayıb, yoxsa ümumiyyətlə həmin dişin, yəni qapaq üçün olan təyinatı mı yox imiş? Tam olaraq səbəbi necə bilə bilərik? Qapağın altında diş ağrıyırsa, bu artıq həyəcan təbilidir. Normalda ağrı olmamalıdır. Əgər ağrı varsa, siz dediyiniz kimi bir neçə nüanslar var burada. Dişin ola bilər siniri tam çıxarılmayıbdır. Diş 2 kanallı, 3 kanallıdır. Orada hansısa bir kanalda sinir qalıb, bu sonradan ağrı verə bilər. Dişin kökündə iltihabi proses varsa və ya əvvəldən olmayıb, sonradan yarana biləcək bir problemdir bu da. Periodontit deyirik biz buna. O artıq dişi sıxanda, basanda ağrı verir. Sadəcə dişləmə uyğun hazırlanmayıb. Belə olan halda da artıq o hündürlükdən dolayı dişdə ağrı yarana bilir. Və yaxud da ki, konstruksiya düzgün hazırlanmayıb. Yəni ki, diş normadan artıq yüklənibdirsə, hər şey yaxşıdır, müalicə yaxşıdır, konstruksiya da yaxşı hazırlanıb, ancaq diş sayına uyğun düzgün konstruksiya hazırlanmadığı halda diş normadan artıq yüklənir və o da başlayır artıq ağrı verməyə və paralelli digər prosesləri gətirib çıxardır. Bəs qapaq altında qalan diş nə vaxtsa çürüyə bilərmi?
Bəli, çürüyə bilər. Bu yanlış bir fikirdir ki, dişin siniri çıxardılıb, artıq o çürüyə bilməz. Qapaq dişin minasını əhatə edən bir konstruksiyadır. Burada artıq qapaq diş əti ilə sərhəddə bitdiyinə görə həmin nahiyədə əgər diş əti problemləri vardırsa, diş daşı problemi vardırsa, həmin nahiyədən artıq çürümə, yenidən çürümə gedə bilər. Bəs qapaqlar deyək ki, məsələn 1, 2, 3 ədəd və yaxud da insanlar var ki, demək olar bütün dişlərini qapaqla əhatə edirlər. Qapaqlar qoyuldu. Başa düşdüm. Bundan sonra qapağın daha uzun müddətli olması üçün, daha sağlam qalması üçün, gələcəkdə hansısa bu dediyimiz ağrı və yaxud da diş çürüməsi ilə qarşılaşmamaq üçün necə baxım edə bilərik evdə ümumiyyətlə? Tutalım biz elə nəzərdə saxlayaq ki, hər bir şey protokola uyğun hazırlanıbdır. Düzəltdiyimiz konstruksiya ideal vəziyyətdədir. Belə olan halda biz nə etməliyik ki, siz dediyiniz kimi daha uzun müddətli nəticə olsun. Belə olan halda necə ki biz öz dişlərimizi fırçalayırıq, qapaqları da eyni qaydada düzgün fırçalamaq lazımdır. Gündə 2 dəfə fırçalamaq. Əgər diş araları vardırsa, burada diş sapından mütləq istifadə, ağız yaxalacılardan istifadə etmək lazımdır. Standart necə dişlərimizə baxırsa, qapaq qoyulandan sonra da eyni cür. Bəs sırf məsələn qapaq qoyulandan sonraki ilkin müddətlərdə, məsələn ilk 1 həftə, ilk 1 ay hansısa bir qaydalara riayət etməliyikmi? Yəni belə bir qaydalar varmı? Sementləmədən dərhal sonra, əgər biz qapağı təhvil verdik, sementləmədən dərhal sonra 2 saat gözləmə müddətini deyirik pasiyentə. Daha sonra xəstə öz dişləri kimi bu qapaqlardan istifadə edə bilər. Düzdür. Məsələn, pasiyent gəlib əgər dişində fındıq qırsa və yaxud da ki, hansısa metalla dişinə böyük bir təzyiq göstərsə, burada qaranti yoxdur təbii ki. Ancaq digər hallarda öz dişin necə, qapaqda elə. Qiymət xanım, söhbətimizin sonuna gəldik. Həqiqətən də çox sağ olun, dəvətimi qəbul edərək gəldiniz. Həqiqətən öz sahibinizə aid olan peşəkar bu məlumatları həm mənimlə, həm də izləyicilərimizlə bölüşdünüz. Mən də sizə dəvətiniz üçün təşəkkür edirəm. Ümid edirəm bugünkü podkastımız faydalı və məlumatlandırıcı olar. Çox sağ olun siz də. Təşəkkürlər. Sağlıq Saatın bugünkü qonağı estetik stomatoloq Qiymət Ramazanlı oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində qeyd etməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.